Bəzən bir şəkil minlərlə cildli kitabın deyə bilmədiyini bir saniyədə izah edir. Qarşınızda gördüyünüz bu təsvir sadəcə bir karikatura deyil. Bu bir millətin vicdan əzabı, bir dövrün qaranlıq aynasıdır. Bugün biz Azərbaycan mətbuatının incisi Molla Nəsrəddin jurnalının ən sarsıdıcı üz qabığını, diri-diri kəfənlənən qadın vizualını cizgi-cizgi təhlil edəcəyik. 1910-cu il. Şərqdə inqilablar dalğası. Lakin daxildə dərin bir cəhalət var. Qadın hələ də divar arxası varlıqdır. Jurnal bu posterlə cəmiyyətin ən ağrılı yerinə, qadın azadlığına toxunur. Bu dövrdə qadın təhsili və hüquqları mövzusu ölüm-dirim məsələsidir. Bu təsvir xəyali deyil. Rəssamlar küçədə gördükləri real tipləri, papaqlı kişiləri, çadralı qadınları və ruhaniləri olduğu kimi kağıza köçürürlər. Bu Molla Nəsrəddin üslubunun ən güclü tərəfidir. Sərt, ironiya və reallıq. Onlar cəmiyyətin qanayan yarasını bəzəmirlər. Onlar hər şeyi olduğu kimi göstərirlər. Bəs bu sarsıdıcı təsvirin müəllifi kim idi? Joseph Rotter. Maraqlıdır ki, Azərbaycanın ən milli, ən daxili ağrılarını çəkən bu şəxs milliyyətcə Almandır. Bəs bir Alman rəssam Molla Nəsrəddinin gizli qəhrəmanına necə çevrildi? Hər şey Tiflisdə başladı. 1906-cı ildə Cəlil Məmmədquluzadə jurnalı qurarkən ona yüksək peşəkarlıqla yanaşan şərq karikatura üslubunu Avropa rəssamlıq məktəbi ilə birləşdirəcək insanlar lazım idi. O vaxtlar Tiflisdə yaşayan Rotter həmkarı Oskar Şmerlinglə birlikdə Mirzə Cəlilin təklifini qəbul edir. Rotter'ın jurnala qatılması bir təsadüf deyil, bir vizual inqilabın başlanğıcıdır. Rotter sadəcə bir rəssam deyildi, o bir müşahidəçi idi. O yerli əhali ilə o qədər vaxt keçirirdi ki, Azərbaycanlıların mimikalarını, geyim detallarını və hətta oturuş-duruş qaydalarını bir yerli rəssamdan daha dəqiq tuturdu. Onun Molla Nəsrəddinə gətirdiyi ən böyük yenilik psixoloji portret idi. O sadəcə insanı çəkmirdi. O insanın daxilindəki qəddarlığı və ya çarəsizliyi üz cizgilərinə köçürürdü. Rotter və Mirzə Cəlil arasında elə bir yaradıcı bağ var idi ki, redaktor bir cümlə deyəndə rəssam artıq onun vizual metaforasını beynində qururdu. Baxdığınız bu kəfənlənmə posteri də məhz həmin dahi sintezin məhsuludur. Qadının baxışlarına baxın. O ətrafdakı cəlladlarına deyil, göyə, bəlkə də Tanrıya və ya gələcəyə baxır. Bu metafizik bir xilas axtarma yoludur. Kişilərin baxışı isə nəzarətdir. Onlar üçün o bir insan deyil, paketlənməli olan bir əşyadır. Kişilərin əlləri. Onlar qadını qorumurlar, boğurlar. Bu bükmə hərəkəti azadlığın son qırıntılarını da yox etmə cəhdidir. Mollanın kənardan dayanıb əli ilə xeyir-dua verməsi isə cinayətin ideoloji tərəfini göstərir. Ağ kəfən mərkəzi parıldadır, lakin bu ümid işığı deyil, ölümün rəngidir. Ətrafdakı tünd, boğuq qəhvəyi və qara tonlar isə cinayətin sıxıcı atmosferini yaradır. Burada qadın bir fərd kimi yox sayılır. O sadəcə bir materialdır. Onu diri-diri kəfənləmək insanlıqdan çıxarmağın ən pik nöqtəsidir. Yuxarıdakı qırmızı Molla Nəsrəddin yazısı qan rəngini xatırladır. Kompozisiya dairəvi sıxılma üzərində qurulub. Qadın mərkəzdədir, çıxış yolu yoxdur. Arxa planın boş olması sizi tamamilə bu dramın içinə çəkir. 1910-cu ildə bu posteri görənlər bəlkə də qəzəblənmişdi. Amma Molla Nəsrəddinçilər haqlı idi. Qadını kəfənləyən cəmiyyət öz gələcəyini bastırır. Bugün biz o qaranlıqdan çıxmışıqsa, bunu həm də həmin cəsarətli rəssamların fırçasına borcluyuq. Bəs sizcə bugünün kəfənləri hansılardır? Fikirlərinizi rəydə bildirin. Kanalımıza abunə olmağı və bu tarixi dərsi paylaşmağı unutmayın. Gələn videoda görüşənədək. Amma son olaraq bir şey deyim. Bəs arxada qaçan adam hara qaçır?